Sumqayıtda su təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzinin önündə ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər. Ölkə Prezidenti İlham Əliyev Meliorasiya su təsərrüfatının Respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq 1996-cı ildə Heydər Əliyev tərəfindən Meliorasiya və irriqasiya haqqında qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq Mediator günü peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalayıb. Dövlət başçısı su təsərrüfatı və Meliorasiya işçilərinin şərəfli əməyi yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün su təsərrüfatı və Meliorasiya işçiləri günü peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb. Sumqayıt şəhər Su Kanal İdarəsinin rəisi Xalid Quliyev su təsərrüfatı və Meliorasiya işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Belə bir əlamətlər günün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Elvin Qudratov, Şəmstan Fikrətdəyil, Brus İsmailov, bugün informasiya proqramı üçün.